Dünəndən şokdayam. Dünəndən dəhşətdəyəm. Yəqin çoxunuz eşitmisiniz. Mən də dünən axşam bildim. Bugün də bütöv gün oturdum, TikTok'dan xəbərlərə baxdım. Dünən oğlum gəldi universitetdən mənə deyir ki, Kifo, sənin xəbərin var, Rusiyada 15 yaşlı oğlan, Rus olaraq millət, 4-cü sinif uşağını, o da tacıqdır, bıçaqla uşağı zərbə vuraraq öldürüb. Birinci müəlliməsini öldürmək istəyib, müəlliməsini tapa bilməyib, müəlliməsi nənəsi aralarında problemlər yaşayıb, tapa bilməyib və başlayıb uşaqlardan soruşmağa ki, kim hansı millətdir, qara milləti tapıb, yəni qara deyəni onu 4-cü sinifdə oxuyan 10 yaşlı uşağı götürüb bıçaqla öldürüb və bunu hamısını kamera ilə çəkib. Bu videonu mən niyə paylaşıram? Evlatlarımızın qəlbinə mərhəmət yeridin. Oturub bu dildə danışdı, Rus dildə danışdı, o Rus indi bu hadisəni Rus eləyib. Demək deyil, bütün Ruslar belədir. Rusların çoxsu özü də şokdadır. Mən ona görə sizə həmişə deyirəm ki, pis millət yoxdur, pis insan var, pis din yoxdur, pis insan var. Bütün dinləri də Allah göndərib, insanları da Allah yaradıb. İnsan dünyaya gəldiyi zaman insandan heç kəs soruşmur. Siz seçə bilmirsiniz, siz nə milləti olacaqsınız. Siz dini seçə bilərsiniz, amma millət olaraq siz onu seçə bilmirsiniz. Sizi Allah yaradır. Başa düşürsünüz necə? Ona görə heç vaxt uşaqlarınızın beynini millət konusuyla doldurmayın evin içində. Ki filan kəs Rusdur, o pisdir, filan kəs filan millətlidir, o pisdir, o bizim düşmənimizdir. Devlət işlərinə ümumiyyətcə qarışmayın. Çünki siz bilmirsiniz, sabah sizin evladınız hansı universitetə qəbul olunacaq, hansı ölkədə yaşayacaq və orada bir türlü fərqli millətlərin içində uşaq dərsini oxumalıdır, uşağın gələcəyi olmalıdır, uşağın qəlbi nifrətlə dolu olmalı deyil. Uşaqlarınızın qəlbini mərhəmətlə doldurun, nifrətlə doldurmayın, gərək deyil. O hansı millətlərlə bir sinifdə oxuyacaq, siz istəyirsiniz sizin uşağınız getsin, kimisə öldürsün və onun adını Giroy qoyacaq. Heç kəs onun adını Giroy qoymayacaq. Yəni Giroy olmayacaq, o gedib türmədə çürüyəcək. Siz bu tərəfdə çürüyəcəksiniz, uşaq da o tərəfdə çürüyəcək, Allah qorusun. Ona görə də bu faciələr bu dünyada bitməyəcək hiçbir zaman. Başa düşürsünüz necə? Dünən xəbər gördüm ki, bir dənə balaca pişiyi götürüblər, kipitok töküblər Azərbaycanda. Pişiyi pis günə yandırıblar. Xanım da rayonda yaşayır, o pişiyi tapan xanım. Deyir, mən burada həkim yoxdur, səhər Bakıya aparmalıyam, heyvanı həkimə çatdırmalıyam. Hələ bilinmir o pişik o ağrıları necə dözəcək və o səhərə qədər dözə biləcəyimi ya yox. Bu hamısı nədən irəli gəlir? Nifrətdən. Çünki evlatlarınız o qədər evin içində anadan, atadan bu millət konusunu eşidirlər. Heyvanlara qarşı belə nifrətlə dolu böyüyürlər, insanlara qarşı belə nifrətlə dolu böyüyürlər. O heyvanlardan hatta Quranda surələr var. Qarışqadan da var, itdən də var, pişikdən də var, quşdan da var, balıqdan da var. Onları da Allah yaradıb. Başa düşürsünüz? Mən nə demək istəyirəm? Biraz mərhəmətlə doldurun da evlatlarınızı. Pis şeylə niyə doldurursunuz?